Da ABŞ eğer nüvə obyektlərini vurarsa, o zaman ABŞ-ın verdiyi bəyanatların reallıqla əlaqəsi olmaz. O zaman belə alınacaq ki, ABŞ İsrail və öz maraqlarını təmin etmək məqsədi ilə İrandakı etiraz aksiyalarını sui-istifadə edərək İranın nüvə proqramını məhdudlaşdırmağa çalışır. Amma indiki vəziyyətdə... Yəni, məqsədi fərqli görünəcək deyirsiniz. Bəli, bu çox vacib bir elementdir və hesab edirəm ki, ABŞ buna getməməlidir. Ən azından birinci mərhələdə getməməlidir. Çünki bugün ABŞ-ın bu müdaxiləyə gətirib çıxaran səbəb nədir? İran əhalisi iqtisadi çətinliklərdən bezib, üstəgəl İranın tərkibində Bəluclar da, Türkmənlər də, Türklər də, tutaq ki, Kürdlər də, Farslar da hamısı ayağa qalxıb. Necə ola bilər ki, tutaq ki, bütün bu əhalinin müxtəlif segmentlərini əhatə edən böyük bir mitinqlər olsun və hamını da burada terrorçu adlandırsınlar. Və 2000 nəfər deyilirdi əvvəl, artıq 5000 rəqəmi təsdiqlənib. Bəzi mənbələrə görə 12.000 nəfərin öldürüldüyü, 100.000 insanın saxlanıldığına dair məlumatlar var. Edam etmək üçün insanlara qondarma bir cinayət maddələri, belə deyək, yükləyirlər ki, onları edam edə bilsinlər ki, başqaları üçün dərs olsun. Bütün bunlara qarşı ABŞ öz mövqeyini ortaya qoyur. İran əhalisinə deyir, sona qədər savaşın, özünüzü, mübarizənizi davam etdirin və o insanları da yadınızda saxlayın. Kimlər ki, sizə qarşı silah çevirir. Bu nə deməkdir? Yəni, mən onları nə zamansa vuracam, cəzalandıracam və yaxud da məhkəmə qarşısına çıxaracam, siz də onları yadda saxlayın. İndiki vəziyyətdə bu obyektlərin heç biri ABŞ-ın fəaliyyətlərinə ciddi maneə törətmir. Zaten yayda onlara endirilən zərbələr müəyyən qədər, tamamilə də olmasa böyük bir nüvə proqramının böyük bir hissəsinin dayandırılması ilə nəticələnib. Amma İran dayanırmı? Xeyr. Əhalisini az günə qoyan, milli valyutanı təxminən sıfır səviyyəsinə endirən İran, amma bax, nüvə enerjisinə, qonşuları təhdid etməyə, Həması, Hizbullahı silahlandırmağa, hətta vaxtilə Ermənistana da lazımi dəstəyi verməyə və s. Azərbaycanı təhdid etməyə, sərhədlərimizdə təlimlər keçirməyə və bütün nə pis işlər varsa hamısına İran vəsait tapırdı. Bir dənə nəyə vəsait tapılmırdı? İran əhalisinə quru çörəyə bəs edəcək qədər pul tapa bilmirdi. Ədalət bəy, bir də bilinən müdafiə infrastrukturunu da... Bir kəlmə deyim burada. Əsas obyekt har olacaq sualına gəlirik. Yəni, nüvə obyekti deyilsə, bəs haradır sualı yaranır. Onu da deyim. Bu Sepahın Sərallah deyə bir qruplaşması var, komandanlığı var. Bu komandanlıq adətən mülki geyimdə olan polislər də daxil olmaqla bu mitinqlərin yatırılması o mərkəzdən idarə olunur. Əgər bunu mən bilirəmsə və yaxud da Azərbaycanda biliriksə, təbii ki, bunu ABŞ-da da bilirlər, digər ölkələri. Birinci zərbəni oraya indirəcəklər. Çünki idarə etmə məntəqəsi oradadır. O atəş açan mülki geyimli şəxslər vardı. Onların da bir çoxu o Sərallahın belə deyək, ştatında, strukturunda yer alan mülki geyimli əməkdaşlardır. Bunları xüsusi hazırlıqları var. Onların əməkdaşların sayı çox deyil, təxminən 1000 ətrafında olduğu düşünülür. Amma kifayət qədər operativ texniki vasitələrə malikdirlər. Zəruri olduqda bir atəş bəzən bəs edir ki, böyük bir mitinqi tətikləsin. İndi burada da 1000 adam varsa təsəvvür edin ki, eyni vaxtda 1000 yerdə belə bir təxribat törədilə bilər. Amma tək Sərallahla yetişərmi? Xeyr. Ola bilsin, bugün Sərallahı kim idarə edir? Sepah rəhbərliyi. Sepahı kim idarə edir? Xameyni rejimi. Hə, bunlar bir-birinin ardınca hədəf ola bilər. Xameyni yenə deyirlər ki, böyük ehtimalla onun gizləndiyi yerlər adətən belə olur. Ya Əfqanistan sərhədində, dağlarda gizlənir. Bunkerləri dərin edirlər, 80 metrə qədər artıq çatdırırlar. Digər qrafik təsviri xahiş edəcəm verək. Onun üzərində də eyni mövzudu danışacağıq. Bir də orada bu İslam dini üçün müqəddəs hesab olunan məqbərələr var, bilirsiniz, İranda. O kənarda inşa edirlər bunkerləri, amma gətirib bir tərəfini çıxardırlar o məqbərələrin dərinlikdə olan hissəsinə.